17 yaşım var, Bakıda kollec oxuyuram. Universitetə imtahan vermişdim, amma ki pulsuza düşə bilmədim. Atam da pulluya düşsəm oxutmayacaqdı. Ailəm rayonda qalır, mən isə Bakıda. Atam müharibə veteranıdır, buna görə də əsəbləri və psixologiyası yerində deyil. Rayonda olanda son bir ildə adi bir şeylərə görə də əsəbləşirdi. Rayonda şəraitimiz yaxşı deyil, imkanımız da orta səviyyəlidir. Mən özüm çalışıb əziyyət çəkib 16 yaşımda jurnallara yazıçılıq etməyə başladım. 17 yaşımda kitab müəllifi oldum. Lakin ehtiyacım olan pulu atam yox, babam qarşılayırdı. Bakıya gəlmək mənim şansım idi. Lakin atam məni məcbur edir ki, hicab taxım. Bakıya gələndə dedi ki, hicab taxmasan oxumayacaqsan. Mən də sırf oxumaq üçün bura gələndə taxdım. Gələndən sonra isə çıxardım. 17 ildə açıq olub birdən-birə qapanmaq və məcburi bunu etmək düz deyil idi deyə düşündüm. Anama hər şeyi demişəm, amma ki atam bilmir. Atam deyir, hicabsız olduğunu bilsəm səni oxumağa qoymayacağam. Mən də işləmək, kolleci bitirib universitetə hazırlaşmaq istəyirəm. Atam icazə vermir, amma xəyallarım üçün bunu etməyə məcburam və inşallah da ki edəcəm.